Aslanın məsləhəti. Artıq yaz gəlmişdi. Ayı qış yuxusundan oyandı. O yaman acımışdı. Onun ürəyi dadlı bal istəyirdi. O dedi: "Çox dadlı bal olardı. Gedim görüm bal tapa bilirəm." O meşədə mağarasından çıxıb gəzməyə başladı. Ağacın altında bir arı koğuşu gördü. Əlini koğuşa salıb ovuc-ovuc bal yeməyə başladı. Bu zaman onun yanından əlinə kələm və daşıyan bir dovşan rast. Ayı dovşana dedi: "Ay yazıq, sən heç ağzının dadını bilmirsən ki? Gəl bir bu baldan ye, gör nə dadlıdır." Dovşan dedi: "Ver görüm o bal nə daddır ki? Niyə bu qədər o balı sevirsən?" Ayı o baldan biraz götürüb dovşanın ağzına qoydu. Dovşan balı ağzına çeynəyib tüpürdü. Bu nə baldır belə? Çox dadı pisdir. Sən gəl mənim kələm və kökümdən ye, gör necə dadlıdır." Ayı kökdən bir parça dişlədi. Ağzında çeynəyib sonra tüpürdü. "Ay yazıq, sənin ağzının dadı yox imiş ki. Bu nədir belə? Bal daha dadlı və şirindir." Onlar mübahisə edə-edə evlərinə gedirdilər. Birdən yollarının üstündə bir şir çıxdı. Şir yavaş-yavaş onlara yaxınlaşdı və soruşdu: "Dostlar, niyə mübahisə edirsiniz?" Ayı və dovşan dedi: "Mənim yediyim yeməklər daha dadlıdır." Ayı dedi: "Xeyr, mən daha dadlı yeməklər yeyirəm. Bal, kələm və kökdən daha ləzzətli və daha faydalıdır." Şir müdrik bir şəkildə cavab verdi: Bütün heyvanlar fərqli yeməkləri sevir. Mən əti sevirəm. Mən əvvəllər özüm öz yeməyimi ovlayırdım. Lakin indi qocalmışam. İndi öz balaları mənə ət gətirir. Hər bir heyvan özünə məxsus yeməyi sevir. Məsəl üçün dovşan kələmi kökü, ayı, balı, şir və yırtıcı heyvanlar isə əti. Şir dovşan və ayını barışdırdı və hamısı birlikdə gülüb əyləndi. Nağılımız sona çatdı.